Milli mətbəximizə aid bir plov və mən ilk dəfə idi bişirdim, çox dadlı alındı. İlk öncə 2-3 fincan düyünü islaha qoyuram, hardasa 1-2 saat müddətində. Daha sonra soyub doğradığım balqabaqları qazanın dibinə yerləşdirirəm və yağ əlavə edirəm. Suda qalmış düyüləri üzərinə əlavə edirəm və yenə də balqabaq əlavə edirəm üzərinə. Düyünün üzəri tam tutana qədər süd və biraz su əlavə edirəm. Təbii ki, duzu ağız dadımıza görə əlavə etməyi unutmayaq. Daha sonra quru balığımızı yağlı kağıza bükürəm və tavanın üzərində yerləşdirirəm. Əslində mən bildiyimə görə tavaya su əlavə etmək olmaz, amma mən biraz su da əlavə elədim. 20-25 dəqiqə qaynadıqdan sonra üzərini açıram. Əgər üzərindəki dərisi tam rahatlıqla soyularsa, bu o deməkdir ki, artıq balığımız hazırdır. Balıq hazır olana qədər aşımız da dəmini tam aldı. İlk dəfə idi ki, hazırladım və çox dadlı alındı. İnanıram ki, sizlər də hazırlarsanız bəyənəcəksiniz.